Səfayla oyundan sonra demişdiniz ki, nə olursa olsun oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Bu günlərindəki Hacı Əliyevin obyektin açıq günündə iştirak etmişdiniz. Sizcə, bu da bir mənalı danışan bir qüsur arasında, sizcə İcraiyyə Komitəsində olan həmkarlarınız sizdən düşməz? Yox, onu biraz fərqli yanaşmaq lazımdır. Yəni, oyun günləri məşq olan günlərimiz olur, məşq olmayan günlərimiz olur və digər tərəfdən İcraiyyə Komitəsində yəni 10 dəqiqəlik, 15 dəqiqəlik yığıncaq olmur. Orada saatlarla oturub müzakirə olunur və ona görə mən əvvəlki gündən öz fikirlərimi bildirirəm ki, belə bir İcraiyyə Komitəsində yəni iştirak edib bilməyəcəm və çox da biz bir-birimizi anlayırıq. Bugün Hacının yəni nəyin açılışı, kiçik biznesin deyək, hansı ki açılışında mən gedib tez təbrik edib, onlar arzulayıb qayıtdım. Ona görə biraz fərqli belə deyək, yəni mövqelərdir.